Bilirəm. Bilirəm cavab almayacağam. Bəlkə də sənlə nə vaxtsa qarşılaşmışam. Yol getmişəm. Görmüşəm səni bəlkə də. Amma nə sən məni tanımırsan, nə mən səni. İndi mən səni tanıyıram. İndi səni hamı tanıyır. Əziz şəhid. O namərd gülləsinə tuş gəlib yıxıldığın yerdə hansı ucalıq, necə bir nümunə yaratdığının fərqindəsənmi? Qanın olan o torpaqda xarı bülbül açıb. Xocalıya həyat qayıdıb, bilirsənmi? Üzeyir, Natəvan, bülbül, Şuşada necə bəxtiyardır, bilirsənmi? Laçında məktəb açılıb. Xankəndi tələbə şəhəri olub. 30 ildə uçurulmuş o viranə daşlardan Zəngilanda bina hörlüb, bina, bilirsənmi? Füzuli, Kəlbəcər necə dəyişib, bilirsənmi? Sənin şəklini bütün Azərbaycan başının üstündə tutub, bilirsənmi? Əziz şəhid, məncə sən hamısını öncədən bilmisən. Bu cənnəti təsəvvüründə görmüsən. Ona görə səni heç nə, heç kim dayandıra bilmədi. Cənnətə doğru getdin. Vətən, canım sənə fəda nidaları ilə. Anana da, atana da, övladına da ən yüksək adı verdin. Şəhid anası, şəhid atası, şəhid övladı. Kövrəlirlər, darıxırlar, amma hey gözləri səni axtarır. Sancdığın bayraq qədər qürurludur, yüksəkdədir onlar. Biz indi sənin ətrini onlardan alırıq. Hər kəlmələri, hər baxışları səndən danışır. Əziz şəhid, azad torpaqlarda bu şanlı bayraq dalğalandıqca ruhun bizimlədir. Sən əbəd ömür yaşayırsan. Müzəffər Ali Başkomandanın dəmir yumruğu qədər möhkəm, əzəmətlisən. Sən əbəd ömür yaşayırsan. Sən daha bir ailənin deyil, qalib bütöv Azərbaycanın övladısan. Fəxrisən. Bu sənə təşəkkür məktubumdur. Əziz şəhid, ruhun qarşısında baş əyirik. And içirik. And içirik ki, uğrunda canını fəda etdiyin, istiqlalımızın, ərazi bütövlüyümüzün, suverenliyimizin keşiyində əbəd duracağıq. Əbədi. Ruhun şad olsun, əziz şəhid. Sənin son nəfəsinlə ucalır bu səda. Aman aman